Dəyərli izləyicilər, sizlərə elə bir evlə gəlmişəm ki, evimiz 2 mərtəbə, 3 sotun içində sənədlə çıxarış. Qiymət də bilirsiniz neçəyə? 95.000 manat. Bəs mən sizə deyirəm, axı bu qiymətə ev yoxdur. Dostlar, evimiz Sabunçu rayonu Romanuşa qəsəbəsində köhnə 5 mərtəbənin yaxınlığına yerləşir. Evimiz çox keyfiyyətli, şəxsi istifadəsi üçün tikilibdir, dostlar. Nəzərdə çatdırım ki, evimizin həyətində əlavə olaraq da 250 manata hal-hazırda kirayəkeş vardı. Bax, bir dənə Emin bəy göstərin izləyicilərimizə. Yəni evin orta içində yaşaya, yəni girişi çıxışı addelinidir, heç bir sizə məşəqqətçılığı yoxdur. Təsəvvür edin ki, pensiya alırsınız. Başa düşdünüz nə demək istəyirəm? Deməli, bax gördüyünüz kimi həyətimiz genişdir. Burada belə dekorativ güllər var. Bostan əkib qardaşımız. Bax belə navesi var. Avtomobil saxlamağa qəşəng bir yeri var. Nəzərdə çatdırım ki, dostlar, qəsəbənin ən hündür yerindədir. Yəni burada Allah şahid ki, bax nəmişlik də yoxdur. Bu evi istədiyiniz ustan gətirib yoxlaya bilərsiniz. Evimizin ətrafına da dostlar hərəkət etmək mümkündür. 214 nömrəli marşrut xətti ilə də tam yaxın ərazidə yerləşir. Bax gördüyünüz kimi bunların hamısı kolondur bax. Çox keyfiyyətli və məsləhətlidir. Buyurun evimizin daxilində mən sizləri dostlar tanış edeyim. Evimizə daxil olanda bax belə bir gözəl bizi koridor sistemi qarşılayır və bura gördüyünüz kimi kermogranit istifol Emin bəy bura. Yox, deyəsəm demə. Hə, yaddan çıxdı, o nəsə dəqiqləşdirərik. Və buyurun bax Emin bəy, biz qonaq otağını sizə qarşılayaq. Çox keyfiyyətli qapılardır, məsləhətlidir, şəxsi istifadəsi üçün iş olunubdur. Və istilik sistemi kombidir, bax buradakı Emin bəy görürsünüz, mərmərdir. Çox keyfiyyətlidir dostlar. Bura bir 30-40 kvadrata yaxındır. Bax belə bir gözəl zal studiyadır. Evimizin 2-ci mərtəbəsi amma təmirsizdir. Emin bəy, bura bizim hamam otağımız. Göstərin izləyicilərimizə. Və bizi burada bir uşaq otağı qarşılayır. Çox qiymətdə ki, deyərəm ki, bazar qiymətindən aşağı qiymətə satılır. Videonun sonuna qədər izləyin. Şərh bölməsində fikirləriniz bizim üçün önəmlidir. Takib atmağı da unutmayın. Dəstək olun dostlar. Kim evini satıb, ev axtarırsa, ev tapa bilmirsə, bizim mütləq səhifəmizə izləsin. Bin evlərimiz də var, həyət evlərimiz də var. Bax, burada dostlar bizim ali yataq otağı və 2-ci mərtəbə var ha dostlar. 2-ci mərtəbəyə çıxış da buradandır. Oran da çamaşırxana kimi istifadə eləmək olar. Çox səliqəli, təmiz və məsləhətli evdir. Yox, Emin bəy, bura istipoldur. Kollektori vardı orada. Hə, istipoldur. Dostlar, burada istipoldur. Üzürlü sayın. Qapının bir dənə keyfiyyətinə baxın dostlar. Bu ev haqqında çox danışmaq olar. Fikir verirsiniz necə səliqəli qapıdır. İndi bugünkü gündə dostlar belə işləmə qapı yoxdur. Yəni bu qapı öz sözünü deyir ki, dostlar, bu makler evi deyil. Şəxsi istifadəsi üçün iş olunubdur. Kimə maraqlı olsa bizlə əlaqə saxlasın. Əgər videomu bəyəndinizsə, bəyənib takib etməyi unutmayın. Təşəkkürlər.